Teleaparıcı Zaur Kəmal maraqlı və səmimi etirafı ilə diqqət mərkəzinə düşüb. Demokratas xəbər verir ki, tanınmış aparıcı aparıcılıq etdiyi televiziya proqramında ailə həyatı və övladları ilə bağlı açıq etiraflar edib. O, canlı efirdə oğlundan gileylənərək zarafatla qarışıq fikirlərini bölüşüb. Zaur Kəmal bildirib ki, oğlunun xarakteri ona çox bənzəyir və məhz bu oxşarlıq bəzən aralarında anlaşılmazlıqlara səbəb olur. Aparıcı bu barədə belə deyib: "Dünənə sırağa günə qədər Bartunu çox istəyirdim. Artıq Rüstəmi çox istəyirəm. Sözümə qulaq asmır, hər şeyi bəyənmir. Bəyənməməzlik var. Mənə oxşayıb, oxşamışına." Onun bu səmimi və yumor dolu açıqlaması studiyada gülüşlə qarşılanıb. Eyni zamanda sosial şəbəkələrdə də aparıcının sözləri geniş müzakirələrə səbəb olub. İzləyicilər Zaur Kəmalın açıqlamasını valideyn-övlad münasibətlərinə dair səmimi etiraf kimi dinlədikdən sonra müxtəlif rəylər paylaşıblar. Qeyd edək ki, teleaparıcının ailə həyatı və şəxsi mövzularla bağlı açıq danışması hər zaman tamaşaçıların marağına səbəb olur və bu dəfə də istisna olmayıb.